Salam əziz tələbələr, hər birinizi xoş gördük. Mən Aynur Abbasova. Bugünkü dərsimizdə sizlərə 90 sınaq kitabının 54-cü sınaq suallarını izah edəcəm. Birinci sualımız belədir. Sənəd daxilində formatlaşdırma və redaktə işlərinə məhdudiyyət qoymaq üçün hansılardan istifadə etmək lazımdır? İlk öncə bu məhdudiyyət nə deməkdir? Gəlin bu cümlənin mənasına baxaq. Məhdudiyyət qoymaq o deməkdir ki, sən formatlaşdırmağa, yəni hər hansı bir mətn fraqmentinin rəngini dəyişməyə, redaktəyə, sənədə səhifə əlavə etmək və ya səhifələri təmizləmək, cədvəl əlavə etmək işlərinə məhdudiyyət qoymaq istəyirsən. Yəni istəyirsən ki, bunu başqa şəxslər edə bilməsin. Necə ola bilər ki, bunu başqa bir şəxs edə bilməsin? Əgər sən ona qoruma tətbiq eləsən, yəni parol və ya kod tərtib eləsən ki, o zaman səndən başqa heç kəs sənəddə düzəliş apara bilməyəcək. Bunun üçün də biz təbii ki, fayla parol qoymaq və ya açılışına parol qoymaq, redaktəsinə parol qoymaq sözü gələn kimi birinci ağlımıza gələn tab və yaxud da menyu nə olur? Fayl olur. İkincisi, faylın formatlaşdırılması və redaktəsinə məhdudiyyət qoymaq üçün istifadə olunan tab review tabıdır. Review tabında protect əmri ilə faylı qoruya bilərsən. Birinci sualımızın cavabı oldu D variantı. Fayl və review tabları. İkinci sual. Aşağıdakı mülahisələrdən hansılar doğrudur deyir. Xana daxilində hesablama aparan zaman digər vərəqdəki xanalara istinad etmək mümkün deyil. Təbii ki də mümkündür. Əgər ki sən Excel-də, məsələn bu kənarda bir dənə Excel cədvəlimiz var. Əgər mən bu vərəqdə bu 4 rəqəmini istifadə etmişəmsə, gedib məsələn bu tutaq ki sheet 1-dir də, gedib sheet 2-dəki rəqəmi də gətirib bundan toplaya bilərəm. Orada heç bir məhdudiyyətim yoxdur. Yəni başqa vərəqlərdə toplama çıxma əməliyyatını aparmaq olar. 2. Cədvəl daxilində seçilmiş sahəni çap sahəsi kimi təyin etmək mümkündür. Düz deyil, təyin etmək mümkündür. Bir dəqiqə, mən birinciyə deyilə plus qoydum. Deyil xana daxilində hesablama aparan zaman digər vərəqlərdəki xanalara istinad etmək mümkün deyil. Bu mümkün deyə, yəni bu yanlış variantdır. Bunun üstünə xətt çəkmək lazımdır. Mən niyə bura plus qoydum? İkinci düz doğru deyil. Üçüncüyə keçdik. Dialoqların yaradılmasını təmin edən dialoq vərəqlərdir. Təbii ki, bəli, dialoq vərəqləri var ki, bunun üçün dialoqlar yaratmaq olur. Diaqramın əlavə etmək üçün insert tabından istifadə etmək lazımdır. Düz deyil. İş vərəqi sətir sütunu əlavə etmək üçün insert əlavə tabından istifadə olunur. Sətir sütunu əlavə etmək üçün insert tabından istifadə olunmur. Home tabından istifadə edərək sənədə vərəq sətir sütunu əlavə edə bilərsən. Deyir neçəsi yoxsa hansıları doğrudur deyirdi. 2, 3 və 4. Yəni nə oldu cavabımız? Oldu B variantı. Keçək üçüncü sualımıza. Üçüncü sualı deyir ki, Neman arxitekturasının prinsiplərindən biri aşağıdakılardan hansı deyil? Kompüter white yaddaşa malik olmalıdır. Kompüter deyir ki, Neymanda ardıcıl ünvanının white yaddaşa malik olmalıdır. Düz deyir. Verilənlər ləmbələr arasında heç bir fərq yoxdur. Düz deyir. Əmrlərə verilənlər kimi baxa bilərik. Verilənin təyin olunması aparat proqram səviyyəsinə aparılır. Xeyr, verilənin təyin olunması aparatda aparılmır. Sadəcə proqram səviyyəsinə aparılır. Cümlə belə idi. Kompüter işləməsi üçün proqram lazımdır. Kompüter proqramı idarə olunan avtomatdır deyir. Düz deyir. Kompüter proqramı idarə olunan qurğudur. Düz deyir. Bu da doğrudur. 4-də Windows əməliyyat sistemində fail bələdçisində obyektlərin piktoqramlarına görə hansı görünüş rejimində filtr tətbiq etmək mümkündür? Filtrləmə əməliyyatı o deməkdir ki, məsələn deyirəm, azdan çoxa doğru sıralamaq, çoxdan aza doğru sıralamaq və yaxud da ki, faylları tipinə görə birinci sənəd faylları, sonra nə bilim, Excel faylları, yəni əlifba sırasından sıralaya bilərsən də bunları sıralamaq. Yəni bunların hamısı onların detallarını gördüyümüz detail nə mümkündür. Yoxsa content cədvəl şəklindədir, bu sıralaya bilmir, filtr tətbiq eləyə bilmir. List siyahıdır, filtr tətbiq eləyə bilmir. Tile lövhəciklər və ya da slide show ümumiyyətlə ondan əlaqəsi yoxdur. Yəni bir dənə detaildir ki, sən orada zaten faylın 3-4 dənə detalını görürsən və istəsən əlavə də detallar görüb, onları filtr təyin edib azdan çoxa, çoxdan aza doğru ascending və descending sırası ilə düzə bilərsən. Keçdik digər sualımıza. Insert tabının action düyməsinin köməyi ilə nə etmək mümkündür? Action bilirsiniz ki, hərəkət deməkdir də. Sən burada hər hansı bir obyektə hərəkət verə bilərsən ki, məsələn deyirəm, action düyməsini klikləyəndə getsin tutaq ki, slaydı sona çatdırsın.
və yaxud da ki, slaydın hər hansı bir klik eləyəndə musiqi səslənsin həmən o. Bir dənə belə bir ulduz əlavə edirsən slayda. İndi buna hərəkət verirsən. Məsələn, mən gəlib kursoru bunun üzərinə klik eləyəndə musiqi səslənsin və yaxud da ki, hər hansı bir proqram icra olunsun və yaxud da sonuncu slayda getsin slaydım. Yəni buna bir hərəkət verirəm də, belə deyim. Bu da nə ilə mümkündür bizdə? Təqdimatın göstərilməsi rejimində slayd üzərində obyektin kliklənməsi zamanı hər hansı bir linkə səsin ifadə edilməsinə mümkün olması deməkdir. Məsələn, B variantı deyir ki, animasiya üçün xüsusi başlama şərtini təyin edir. Xeyr, bu animation tabındadır. Bunun action heç bir əlaqəsi yoxdur. Slayd ekrana görünməsi obyektlərin effektinin başlanması arasında zaman fərqi bu delay əmridir. Delay əmri də bizdə təbii ki, animation tabındaydı. Bunun action düyməsinə heç bir əlaqəsi yoxdur. Animasiyanın müddəti ona uyğun sürət təyini. Animasiyanın sürəti də animation tabındadır. Arxa plan doldurma və şəkil parametrlərinin formatlaşdırılması. Bu bizdə yəni animation, daha doğrusu PowerPoint proqramında action'ın heç bir əlaqəsi olmayan bir şeydir. Slaydın arxa fonunu hazırlamaq üçün biz dizayndan istifadə edə bilərik. Gəldik indi 6-cı, NTFS-nin fayla müqayisədə əsas üstünlükləri nələrdir? Bilirsiniz ki, NTFS və FAT-la müqayisədə fayl oxudum. Deməli, NTFS-nin FAT-la müqayisədə əsas üstünlükləri nələrdir? NTFS fayl sistemi daha müasir fayl sistemidir. FAT isə daha qədimidir. Məsələn, NTFS fayl sistemində birincidə deyir ki, verilənlərin mühafizəsində müasir texnologiyalardan istifadə imkanı təbii ki, bu NTFS-nin üstünlüyüdür. Yəni, NTFS buna görə FAT-dan müasirdir. 2. Fayl və qovluqların şifrələnmə bilməməsi, xeyr, şifrələnmə bilməsi onun üstünlüyüdür. Yəni, bu gün mən faylları və qovluqlara şifrə təyin edə bilərəm. Bu onun üstünlüyüdür. Bu deyir bilməməsi. Nasas sektorların meydana çıxmasında klasterlərin əvəz olunmasının təmin edilməsi. Təbii ki, klasterləri əvəz edə bilərik də, özdə yenilərlə əvəz edə bilərik. 3 doğrudur. Ümumilikdə çox istifadəçilərə bir səbət təyin olunur. Xeyr, hər bir istifadəçiyə ayrıca səbət təyin olunur, zibi qutusu təyin olunur. Bu yanlış deyir mənə. Faylların fragmentasiyasının azalması, bəli, fayllar daha səliqəli variantda, yəni düşün ki, belə dağınıqlıq daha səliqəli bir variantda istifadə oluna bilir. Deməli, bir də təkrar edirik ki, verilənlərin mühafizəsi müasir texnologiyalardan istifadə olunur. Eyni zamanda bizdə məsələn şifrələnmə üçün YFS-dən istifadə olunur. Meta faylların yadda saxlanıldığı bir cədvəllərdə yadda saxlanılır şifrələrimiz. Eyni zamanda faylların fragmentasiyası azalır. Nasas klasterləri meydana çıxanda onlar yenilərlə əvəz olunur. Bu bizdə əməliyyat sistemləri dərsində, kitabımızda sonda verilib. Hardasa bir 7-8 cümləlik bir dənə dərsdir. Dərsin sonu daha doğrusu belə 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə cümlə var ki, onları oxumağınızı məsləhət görürəm bu sual üçün. 7-də. Deyir, A-nın qiyməti 3-dür, B-nin qiyməti bizdə 6-dır. Deməli, A-nın qiyməti 3, B-nin qiyməti 6. Deyir, A bərabərdir, B çıxılsın A-ya. Yəni, A-ya təzə qiymət tapmaq üçün gərək biz 6-dan 3-ü çıxaq. Necə qalacaq A-nın qiyməti? Yenə 3 qalacaq da, yenə 3 oldu. Sonra deyir, B bərabərdir, A üstə gəlinsin B-yə. Yəni, 6 ilə 3-ü toplayanda olacaq B-nin qiyməti 9. Deməli, B-nin qiyməti neçə oldu? 9 oldu. Deyir, B bərabərdir, A vur B, çıx B. Yəni, 3 vurulsun 9, çıxılsın B. Yəni 9. 27-dən 9 çıxanda qalacaq 18. B-yə təzə qiymət tapırıq və köhnənin üstünə xətt çəkirik. C5 xanasında hansı qiymət alınar? Baxırıq ki, product hasil deməkdir də. Power qüvvətini yüksəltmək deməkdir. Product hasil. A1, C3 diapazonundakı hasilə baxıram ki, 3, 4, 3. Yazırıq 3, vur 4, vur 3. 3 dəfə 4, 12. 12 ilə vuranda 3-ə eləyəcək 36. Yadda saxlayın ki, 4 mətn informasiyada saymaq olmaz, onu hesablamaq olmaz. False və true mətn informasiya olduğuna görə onları hesablamaq olmaz. Əgər hesablamaq istəyirsinizsə, false və true-nu gərək o false və true burada A1, C3-ün yanında olsaydı false, bu zaman false və true-nu hesablaya bilərdin. Yoxdur deyə hesablaya bilməzsən. Bunda yadda saxla. 9. Arxiv faylların genişlənməsi hansılardır? Zip-dir. Və eyni zamanda bizdə deməli Dodge mətni gedir. Bu bizdə sayılmır arxiv olaraq. Bir də cavab var ki, bu arxiv faylıdır. SFX-i səhv yazılır. SFX olmalıdır. Bunun adı səhvdir deyə yanlışdır. Yoxsa normalda da olardı. Sadəcə adını yanlış yazıblar. Deməli 1 ilə 3 bizdə arxiv fayllar kimi istifadə olunur. Relyasiya modelinə verilənlər bazasının əsas obyekti hansıdır?
Verilən bazasının əsas obyekti cədvəllərdir. Relyasiyanın əsas obyekti cədvəllərdir. Cədvəllərdə tez-tez istifadə olunan əməliyyatlar makroslar, mürəkkəb əməliyyatlar modullar, cədvəllərdən sual nəticəsində yeni cədvəl arzulanmaq istəyiriksə sorğulardır. Cədvəldən verilənlər əsasında formalar məsələn təyin eləyə bilərik təbii ki. 11. Düzgün IP ünvanı tapın. Düzgün IP ünvanı tapmaq üçün bilməliyik ki, IP ünvanlar 0-255 aralığında dəyişən 4 dənə hissədən ibarətdir. İndi gəlin variantlara baxaq. Bunu variantlarla işləsək daha doğru olacaq. Məsələn, birinci A variantını yazıram. A variantı mənə nə deyir? Deyir ki, A variantı birinci A-nı yaz. 19. Sonra B-ni yaz. 68.1. Sonra C-ni 2 nöqtə. Sonra D-ni 1. Sonra E-ni nöqtə 1. Baxıram ki, burada 1968 alındı axı. Bu 1968 nöqtələr arası məsafə 255-ə qədər olmalıdır. Yəni bu yanlışdır. 255-i aşdı bu rəqəm. İndi B-ni yoxlayacağam. B-yə baxırıq ki, A verilib 19, sonra C verilib 2 nöqtə, D verilib 1, B verilib 68.1, sonra da E nöqtə 1. Hə, baxırıq ki, həqiqətən də 255-i aşmır da bu rəqəmlər. Deməli, bu doğrudur. Elə cavabımız olur B variantı. Bəs yaxşı, C variantı niyə doğru deyil? Ona baxaq. C-də deyir ki, birinci D-ni yazın, 1-i yazırıq. Sonra C-ni yazmaq lazımdır, 2 nöqtə. Sonra E-ni yazmaq lazımdır, nöqtə 1. Sonra A-nı yazmaq lazımdır, 19. Sonra da B-ni yazmaq lazımdır, 68. Yenə 1968 aldı axı, bu olmaz. Yəni, ona görə bu yanlışdır zaten. Yəni, bu şəkildə bir variantlarla bunu yaza bilərsiniz. 12-ci sualda ASCII kodlaşdırılmasında mətni saxlamaq üçün yaddaşda 1200 bit tələb olunursa, mətn neçə simvoldan ibarətdir? Ümumiyyətlə, ASCII kodlaşdırılmasında mətni yadda saxlamaq üçün neçə 1200 bit bayta çevirmək istəsək, yəni 1200 biti keçirirəm 8-ə, bayta bölüb, daha sonra 8-ə bölüb bayta keçirirəm. Düşür burada 1 dəfə, 5 dəfə, 0 dəfə. Demək ki, əgər mətn yaddaşda 150 bayt yer tutubsa, bu elə 150 dənə simvoldan ibarət imiş. Niyə? Çünki zaten bir dənə simvol 1 bayt yer tuturdu. Onda 150 simvol neçə bayt yer tutar? Elə 150 bayt yer tutur. Yəni, bir dənə mətni yazmaq üçün sənə 1 bayt yer lazımdır. 150 dənə mətn simvolunu yazmaq üçün sənə 150 bayt yer lazımdır. Sətirləri avtomatik nömrələmək üçün hansı net tabından istifadə olunur deyir. Sətirləri nömrələmək üçün bilirsiniz ki, layout tabında line number səmri var ki, siz oradan sətirləri nömrələyə bilərsiniz. 14-cü suala gəldik. Bu rejim ekranda bütün slaydlar cədvəl formasını nizamlı şəkildə göstərir. Normal rejimdə ekranda sol tərəfdə balaca eskizləri olur slaydın, sağ tərəfdə cari slayd olur. Bu şəkildə olur. Normal deyil. Notes page odur ki, Notes page-də slaydların aşağıda qeydləri olur. Məsələn, düşün ki, bu belə slayd deyil. Slaydın aşağıda bir dənə qeyd paneli olur. Bu bizdə Notes page olur. Slide show nədir? Slide show slaydları sadəcə nümayiş elətdirir. Bir də bizim var reading view. Reading view sadəcə slaydı oxuyur. Bəs yaxşı, nə zaman slaydlar ekranda belə cədvəllər formasında düzülürlər? Özdə burada miqyas da 20 ilə 200 arasında dəyişir. Bu zaman slide sorter rejimidir. Deməli, bu sualımızda bizə deyir ki, mətn redaktorunda yazılmış mətnin aşağıdakı fraqmenti əsasən kursorun dayandığı nöqtəyə görə backspace düyməsini 2 dəfə, delete düyməsini 3 dəfə vurduqdan sonra overtype rejimi aktiv edilərək son sözü yazıldı. Bu nə deməkdir? Deməli, deyir ki, ilk öncə backspace düyməsini 2 dəfə. Backspace o deməkdir ki, obyekt soldan 2 dəfə silinir. Delete o deməkdir ki, obyekt sağdan 3 dəfə silinir. İndi baxıram ki, kursorumuz buradadır, görürsünüz. Biz kursordan sol tərəfdə 2 dənə obyekti silməliyik. Bir boşluğu, bir də L hərfini sildik. Bunlar getdilər. Sağ tərəfdə 3 dənə simvol silinməlidir. Yəni, yenə boşluq, I hərfi və M hərfi silinir. Qaldı sual sözümüz necə? Qəbul. Sonra bu sözün davamını yazıram. 2024 bu şəkildə oldu. Və bizim kursorumuz da hardadır? U hərfindən sonra burada bir dənə kursorumuz var. Sonra deyir ki, klaviaturada overtype rejimi aktiv edildi. Overtype rejimi əvəz eləmə rejimi deməkdir. Yəni, yeni yazılan söz köhnələrlə əvəz olunur. Yəni, sən düşün ki, burada son sözünü yazanda tağ sözü buradan silinəcək. Yəni, overtype rejimi o deməkdir ki, əgər mətn yazır davam eləyirsə, mətnin yenisini yazanda köhnə simvollar silinir. Deməli, sualımız necə olacaq? Olacaq qəbul, sonra son, sonra 2024. Bu şəkildə oldu C variantı.
Keçirik 16-cı suala. Lokal şəbəkənin əsas aparat komponentləri kimi aşağıdakılardan istifadə olunur? Hansılardan istifadə olunur demək istəyir bizə. Deməli, biz əgər lokal şəbəkə qurmaq istəyiriksə, ilk öncə orada serverdən istifadə etməliyik. İnterfeys kartlarından, yəni şəbəkə kartları, şəbəkə adapterlarından istifadə olunmalıdır və bir də kabellərdən istifadə olunmalıdır. Düşün ki, burada aşağıda çəkəcəm. Sənə bir dənə şəbəkə qurmaq lazımdır. Deməli, sənin birinci serverə ehtiyacın var. Burada bizim işçi stansiyalarımız olacaq. Burada işçi stansiyaları sənin ehtiyacın var. İşçi stansiyaları kompüterdən birləşdirmək üçün sənin kabelləri kompüterə birləşdirmək üçün sənin adapterlara, yəni şəbəkə kartlarına ehtiyacın var. Bunun üçün nə edirik? Deməli, biz variantdan da həmin onları seçirik. Deməli, cavabımız nə oldu bizdə? 2, 4 və 5. Keçək 17-ci suala. Deyir ki, foto.bmp faylı D diskində foto adlanan qovluqda yerləşir. Bu qovluqda qrafik qovluğu və onun içərisində təsvir alt qovluğu yaradıldı. Faylı burada daşıyandan sonra faylın tam adı hansı olar? Ben düşünürük ki, faylımızın adı foto.bmp-dir, düzdür? Baxıram ki, B variantında faylın adı yoxdur. Görürsünüz, bu variant ümumiyyətlə yanlışdır. Gərək bizdə faylın adı həmişə verilsin. Amma B-də faylın adı yoxdur. Bizə deyir ki, D diskində yerləşir, düzdürmü? D diskində foto adlanan qovluqda yerləşir. Deməli, foto.bmp hansı qovluğun içərisində yerləşir? Foto adlanan qovluğun içərisində yerləşir. Bu qovluqda da qrafik qovluğu və onun içərisində təsvir alt qovluğu yaradılıb. Yəni, düşün ki, D diskində harada yerləşir birinci? Foto adlanan qovluq. D2 nöqtə. Foto adlanan qovluğu yazmaq lazımdır. Çünki söz mənə necə deyir? D diskində foto adlanan qovluq. Yazıram foto. Sonra cümlə davam edir ki, bu qovluqda da qrafik qovluğu var. Yenə slashdən sonra, yenə bir dənə gözləyin, slashi düzgün şəkildə qeyd eləyək buradan. Deməli, birinci D diskimiz olmalıdır. 2 nöqtə slashimiz olmalıdır. Cümlədə mənə deyildiyi kimi foto adlanan qovluğum olmalıdır. Sonra təsvir adlanan qovluğum olmalıdır. Çünki mənə deyir ki, təsvir yox. Qrafik birinci gəlir. Qrafikdən sonra təsvirin içərisində artıq nə olacaq bizdə? Foto.bmp. Deməli, bir də təkrar edirəm. Cümlə bizə nə deyirdi? Deyirdi foto.bmp faylı D diskində foto qovluğunda. Bu qovluğun içərisində qrafik. Biz nə etmişik? Birinci fotonu yazmışıq. Fotonun içərisində qrafikin içərisində təsvir və sonunda foto adlanan bir dənə fayl. Yəni, bu şəkildə yerləşmiş olar. Cümlə sizə nəyi deyirsə, əslində onun eynisinə yazırıq. Yəni, burada nəsə əlavə bir yazmağa falan ehtiyac yoxdur. 18-ci sual. Windows əməliyyat sistemlərində fayl və qovluqların diskdə saxlanılma strukturu üzrə bələdçilik funksiyasını yerinə yetirən proqram nədir? Ümumiyyətlə, fayllar və qovluqlar diskin üzərində saxlanılması üçün bizə File Explorer, yəni fayl bələdçi proqramı kömək edir. Aerofil funksiyasını bilirsiniz ki, ekranda açıq pəncərələrdən birindən digərinə keçməyə imkan verir. Tətbiqi proqram pəncərəsi aydın formada tətbiqi proqramdır. Bunun Windows-un əlaqəsi yoxdur. Windows Explorer pəncərə bələdçisi. Bizə pəncərə bələdçisi lazım deyil. Bizə fayl və qovluqları saxlamaq üçün fayl bələdçisi lazımdır. Internet Explorer internet bələdçisidir. Bu bizdə bilirsiniz ki, az istifadə olunan brauzerlərdən biridir ki, bunu da istifadə etmirik. 19-da verilənlər üzərində əməliyyatlar hansılardır? Yəni, ümumiyyətlə, Access proqramında verilənlərin müqayisəsi aparılır bizdə. Bilirsiniz ki, hesabı əməliyyatlar aparıla bilər Access proqramında və məntiqi xüsusi əməliyyatlar aparıla bilər. Hesabı əməliyyatlar toplama, çıxma, müqayisə böyük kiçik işarələri, məntiqi əməliyyatlar and, or, not, xüsusi əməliyyatlar da nulldur və yaxud da ki, boşluğu bildirən digər simvollarımızdır. Like-dır, oxşarlığı bildirir, eyni sətirləri bildirir. Yəni, bunlardan istifadə olunur. Cavabımız nədir? C variantı. Keçək 20-ci sualımıza. 20-ci sual deyir ki, xarici yaddaş qurğusu hansıdır? Baxıram ki, birinci hub bizdə şəbəkə qurğusudur. Birdən çox şəbəkəni birləşdirir. BIOS, Basic Input Output sistemi deməkdir. Əməliyyat sisteminin giriş-çıxış sistemidir. Deməli, CMOS vaxtı, zamanı və konfiqurasiyanı yadda saxlayan bir fayl yaddaş qurğusudur. Faylları da saxlayan bir yaddaş qurğusudur. Optik disklər CD disklərdir. Digitizerdə
Deməli bizdə qrafik planşetdir ki, yazılar yazmaq üçün istifadə olunan daxil etmə qurğusudur. Yazaq bura daxil etmə qurğusu. Deməli xarici yaddaş qurğumuz nə oldu? CD disklər. Ümumiyyətlə başqa xarici yaddaş qurğuları varmı? Bəli. CD diskləri var, DVD diskləri var, streamer var, eyni zamanda FTD var, hard disk var bizdə, SSD var. Bunlar hamısı informasiyanı uzun müddət yadda saxlaya bilən xarici yaddaş qurğularıdır. Keçək 21-ci suala. 513 səhifədən ibarət elektron nəşrin ilk və son səhifəsində 128/128 nöqtədən ibarət 256 çalara malik olan qrafiki təsvir, qalanlarında 32 sətir, hər sətirdə orta hesabla Unicode sisteminə kodlaşdırılan 32 simvol var, sənəd yaddaşında 8 KB yer tutar. Deməli bizə deyir ki, 513 dənə səhifənin birinci səhifəsində şəkil var. Yəni düşün ki, burada bir dənə şəkildir də. Qalan səhifələrdə isə yazılar yazılıb. Deməli bu 512 dənə səhifənin həcmini tapacağıq. Necə tapırıq bu həcmi? H bərabərdir səhifə, sətir, simvol, kod. Bu düsturdan istifadə edəcəyik. Və bir dənə səhifədə də şəkil var. Şəklin həcmi necə tapılır? H bərabərdir A vurulsun, B vurulsun, D. Şəklin həcmi də belə hesablanır. İndi gəlin hər ikisini hesablayaq. Deməli H bərabərdir səhifə 512 dənə, sətir 32 dənə, simvol 32 dənə, Unicode-la kodlaşdırıldığına görə də 2. Bu eləyəcək bizdə 209, 210, 219, 220. 220-ni də bölürük. 220 oldu, axı baytdır da. Bölürük 210-a ki, keçsin kilobayta. Olur bu bizdə neçə? 1024. İndi isə gedirik şəklin həcmi hesablamağa. Şəklin həcmi hesablamamaq üçün A ilə B-ni bizə verib. 128 vurulsun 128. Yazırıq 207 vurulsun 207. Çalar 256 dənədirsə, deməli bu 208-dir. Neçə dənə dərlikdən istifadə ediliblər? 8 dərlikdən istifadə ediliblər. 8-ə yazıram bura 2-nin kubu. Bu oldu bizdə 217. 217-ni də böləndə deməli 213-ə olur bizdə 2 üstündə 4. Yəni 16. İndi kitabın həcmi hesablamamaq üçün gərək şəklin həcmi ilə mətnin həcmini hesablayıb cəmləyək. Şəklin həcmini tapdıq ki 16 idi, mətnin həcmi də 1024 idi. Deməli bunu cəmli eləyəcək 1040 kilobayt. Bu şəkildə hesablanır. Deməli nə etməliyik? Birinci şəkili ayrıca, mətni ayrıca hesablayıb toplamalıyıq. Gəldik indi 22-ci suala. Asil kod sisteminə bir fraqment əks olunmuşdur. Bu cədvələ əsasən F simvolunun 16-lıq kodunu müəyyən edin. Baxırıq ki, balaca F-in bizdən kodunu istəyir də, düzdürmü? Baxaq görək balaca A-nın kodu necə tapılır. Balaca A-nın kodunu tapmaq üçün böyüyün üzərinə 32 gəlməlisən. Deməli sən böyük kodun üzərinə 32 gələndə balacanın 10-luq kodunu tapdın 102. Mənə 102-nin 16-lıq kodunu istəyir. Yəni 102-ni keçirməliyik 16-lıq say sisteminə. Düşəcək bizdə 6 dəfə 96, qalıq nə qalacaq? Qalıq qalacaq 6. Nə olur bizdə? 66. Bu şəkildə də tapdıq. Deməli 16-lıq kod nəyə bərabər imiş? 66-ya. 23-cü suala gəldik. PowerPoint proqramında hər bir təqdimatda maksimum 255 slayd ola bilər. Xeyr. Hər bir təqdimatda ürəyimiz istəyən qədər slayd əlavə edə bilərik. Yəni bu yanlışdır. İkinci sual. Word 2019-da cədvəl əlavə olunarkən tərtibat, dizayn və layout düzən tabları açılır. Bəli, həqiqətən də 2019-da cədvəl əlavə edərkən dizayn və layout tabları açılır. Bu düzdür. Excel 2019-da xanaları, sətirləri, sütunları silmək üçün Home tabının format qrupundan istifadə olunur. Xanaları, sətirləri, sütunları silmək üçün formatdan istifadə olunmur, deletedən istifadə olunur. Access-də yaradılan faylların genişlənməsi Access Database doğru deyir. Windows əməliyyat sistemində faylların adına maksimum 255 simvol ola bilər, doğru deyil. Bizdən 23-cü sual düzgün olanların sayını istəyirdi. 1, 2, 3 dənə düzgün var. Deməli cavabımız nədir? 3 dənə. 24-də. 32 səhifəli sənədin 4-cü səhifəsində Find and Replace pəncərəsində Go to keçid bölməsinə 29 yazıb təsdiqləsək hansı səhifə göstəriləcək? 29 səhifəli bir dənə sənədimiz var. Düşünün ki, biz bu dəqiqə hal-hazırda 4-cü səhifədəyik. Əgər 4-cü səhifəyə 29 yazıb təsdiqləsək, yəni üstə 29 yazsaq, 29-dan toplanır.
4-ə minus 29 yazsaq, gedir dayanır birinci səhifədə. Ki, yoxdur da bizdə plus minus işarəsi. Sadəcə 29-u sıxanda hara gedəcək? Gedəcək 29-cu səhifədə dayanacaq. Düşün ki, üstəgə yazanda üstəgəl 29 vaid irəliyə gedir. Minus yazanda 29 vaid geriyə gedir. Normal 29 yazanda 29-un özünə getmiş olur. Plusdakı onu qeyd eləyək ki, onlar da birdən imtahanda qarşına çıxar. 4-ün üzərinə 29 gələndə normalda 33 eləyir axı. Biz 33-cü səhifə olmadığına görə bu zaten qayıdır 32-ci səhifəyə. Yəni bunu da yadda saxla ki, maksimal olaraq neçə səhifə varsa gedir sonuncuda dayanır. Yoxsa 33-cü səhifəni öz-özünü aça bilmir bu. Deməli, gəlir 25-ə, deyir sistem proqramları, tətbiq proqramlar və instrumental proqramlar. Sistem proqramları bizdə olacaq əməliyyat sistemləri, eyni zamanda əməliyyat örtükləri və şəbəkə əməliyyat sistemlərini bura aid edə bilərik. Tətbiq proqramlarda Dilmatsdır, Excel'dir, yəni C uyğun gəldi. Sistem proqramlarına Windows'dan Ubuntu uyğun gəldi. Instrumentala C++'dır, 1C-də uyğun gələn, eyni zamanda Assembler və Java proqramlaşdırma dilidir uyğun gələn. Və bu şəkildə deməli 1-də olacaq 1A, 2C, 3-də də oldu D ilə E. Bir dənə gözləyin. Burada şimdi düzəldim. Bir deməli sistem proqramı Windows'un Ubuntu, tətbiq proqram Excel-lə Dilmats, instrumental Assembler-lə Cobol. 1C mühasibatdır. Mühasibat bu tətbiqi, daha doğrusu instrumental deyir. 1C Smart, Uyum, Günəş, bunlar mühasibatlıq proqramlarıdır. Yadda saxlayın, bunu qarışdırmayın. Bu şəkildə inşallah növbəti izahlarda görüşənədək hələlik hər birinizə uğurlar arzulayıram.